Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Baxışın, insan psixologiyası metodisti. Bilirsiniz, bəzən insan həyatının elə bir mərhələsi gəlib çatır ki, onda heç nə yolunda getmir. Nə şəxsi həyat, nə karyera qarışıq. Və insan bu həyat mərhələsində təbii ki, həyatını yoluna qoymaq üçün lazım gəldikdə sıfırdan başlamalısan. İstər təhsil olsun, istər iş olsun, istər ailə qurmaq olsun, qarışıq mövzularda. Çünki yolunda getmirsən, onu məcbur etməyin adı yoxdur. Və üstünə də gedərək zaman itirirsən, gedilən vaxtı bitirirsən. Və hərçənd şəxsi həyat mərhələsində belə bir limit var ki, zaman getdiyi təqdirdə təbii ki, ildən ilə insan genetikası dəyişir. Bəlkə 25-də itirdiyin yaşı 30-da nəsə bir şeyə nail olacaqsansa, amma həmin 5 il müddətində sən səhhətində hər hansı bir prosedura, hər hansı bir gedişat itirə bilərsən. Bu da səni irəli mərhələdə qlobal problemlərə çıxarıb gətirə bilər. Məsələn, ailə qurmağında uşağın olması ləngidə bilər. Bu kimi məqamlar. Ona görə hər şeyin nə qədər vaxtı olsa da, bəzən elə bir mərhələlər var ki, onları sıfırdan başlamaq üçün çox tələsməlisən, çox can atmalısan, əgər istəyirsənsə. Və həddindən çox hər hansı problemləri də aşırı dərəcədə beyində saxlamağın adı yoxdur. Sil, unut getsin.